gördüyünüz kadr bir televiziya layihəsindəndir. Bu veriliş 2015-ci il dekabr ayında Lənkəran rayonu ərazisindəki meşədə çəkilib. Ssenariyə əsasən aktyorlar qətl səhnəsini canlandırırdılar. Yeri gəlmişkən verilişə tam şəkildə baxmaq istəsəz, videonun sonunda yönləndirmə olacaq. O yönləndirmənin üzərinə basmaqla verilişə tam baxa bilərsiniz. Bölümün adı biznesdir. Çəkiliş zamanı çəkiliş meydançasında qəribə ab-hava hökm sürürdü. Bir növ yorğunluq və həmin ərazidən tezliklə uzaqlaşmaq hissləri bizi müşahidə edirdi. Həmin an şəxsən mən özüm bunu ağır keçən iş günü ilə əlaqələndirirdim. Qətl səhnəsi bir neçə dublə çəkildi. Bu müddət ərzində dediyim yorğunluqdan başqa heç bir qəribə hadisəyə və görüntüyə rast gəlmədik. Səhnə çəkilib bitdikdən sonra həmin o ərazidə əlavə bir neçə səhnə də çəkildi. Bu səhnələrin qətllə heç bir əlaqəsi yox idi. Çəkiliş zamanı meydançada nə baş verdiyini biz yalnız verilişin montaj prosesi zamanı müşahidə etdik. Video montajorumuz aktyorlar ətrafında qəribə kölgənin hərləndiyini mənə dedi. Bir neçə dəfə həmin hissəni gözdən keçirdik. Daha sonra həmin kölgənin texniki səhv olub-olmadığını araşdırdıq. Bu da heç bir nəticə vermədi. Qəribəsi bu idi ki, formasını dəyişən o qara kölgə, hansı ki siz hal-hazırda qırmızı dairənin içərisində və qırmızı ox işarəsi ilə görə bilirsiniz, yalnız qatilin pistoleti qurbanın başına yönəltdiyi an peyda olurdu. Hər dubldə bu təkrar olunurdu. Yerdə əyləşən aktyorun əl-qolunu açdıqdan sonra o qara kölgə itirdi. İndi bunu dəqiq deyə bilmərəm, məncə bu hansısa qüvvə və ya ruhun kölgəsi idi. Bizim səhnələşdirdiyimiz qətl hadisəsinin qarşısını almağa çalışırdı. Bir növ qurbanı ölümdən xilas etmək istəyirdi. Əvvəlcədən də deyim ki, bu bəzilərinin güman etdiyi kimi uçan arı, milçək və ya cücü topası deyil. Çünki dekabr ayında belə uçan topaların mövcudluğu mümkün deyil. Kamerada və ya lentdə hər hansı bir defekt olduğu fikri də öz təsdiqini tapmıyor. Tam veriliş bu yönləndirmədə. Baxa bilərsiniz.